Gürcüstanda yeni tanışlıqlar və xoş xatirələr adlı yay düşərgəsinə start verilib. 17-20 avqust tarixlərini əhatə edən düşərgə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və həyata keçirdiyi layihələr çərçivəsində Qurcani Bələdiyyəsinin Qaçreti qəsəbəsində Parlaq Gələcək Kitab Evinin təşkilatçılığı ilə baş tutub. Düşərgə çərçivəsində gənclər üçün müxtəlif maarifləndirici, intellektual və əyləncəli fəaliyyətlər təşkil olunub. İştirakçılar komandalara bölünüb, müxtəlif interaktiv oyun və seminarlarda iştirak ediblər. Hüquq və vəzifələr, insan və ətraf mühit mövzularında seminarlar keçirilib. Həmçinin intellektual viktorinalar və rol oyunları təşkil olunub. Bildirilir ki, düşərgənin əsas məqsədi gənclərin bir-biri ilə ünsiyyət qurmasına şərait yaratmaq, komanda ruhunu formalaşdırmaq, liderlik, natiqlik, tənqidi düşüncə və digər vacib bacarıqları inkişaf etdirməkdir. Düşərgədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Sabit Məmmədov və Elvin Əskərov da iştirak ediblər. Onlar bu cür düşərgələrin gənclərin inkişafında, bir-birini daha yaxından tanımasında və yeni dostluq əlaqələrinin qurulmasında mühüm rol oynadığını bildirərək iştirakçılara uğurlar arzulayıblar. Düşərgənin əsas məqsədi həm Gürcüstanda yaşayan azərbaycanlı gənclərin, həm də eləcə də onların gürcü həmyaşıdları ilə bir-birlərini tanıması, yeni tanışlıqlar etməsi, yeni dostluq əlaqələri qurması və bu şəkildə gənclərimizin burada yaşayan gürcü xalqına inteqrasiyasına təkan verməkdir. Həmçinin şəriklərimiz burada maraqlı tədris sahəsinə aid maraqlı aktivliklər həyata keçirirlər. Həm əyləncəli, maraqlı vaxt keçirirlər, həm öyrənirlər bir-birlərindən, həm də istirahət etmiş olurlar. 8 bölgədən bizim gənclərimiz bu günlər iştirak edirlər. Həmçinin 3 dənə gürcü gəncimiz var. Hansılar bunlar bir-biriklə dostluq qazanırlar, yeni tanışlıq qazanırlar. Gənclərin bir-biri ilə kommunikasiya qurmasının, eyni zamanda istirahət etməsinin, bir-birinə xüsusilə də Gürcü və Azərbaycan gənclərinin bir-birini tanıması, ünsiyyət qurması və onların dostluğuna yardım etmək üçün buradayıq. Ayrıca bu tədbirin yaradılması, həyata keçməsi üçün Diaspora Təşkilatının yardımları üçün də onlara ayrıca təşəkkür edirik. Düşərgədə iştirak edən gənclər də bu cür layihələri yüksək qiymətləndirərək oxşar təşəbbüslərin davam etdirilməsinin bilik və təcrübə mübadiləsi baxımından, eyni zamanda Gürcü və Azərbaycanlı gənclərin bir-birinə inteqrasiyasına töhfə verdiyini bildiriblər. Bu düşərgə mənim üçün çox xoşbəxt keçir. Yeni dostlar, yeni insanlarla tanış oluram. Birli dostlarım olub yeni fərqli regionlardan. Ümid edirəm gələcəkdə belə düşərgələr daha çox olar. Mən bu düşərgəyə Saqarejo Bələdiyyəsindən qatılmışam. Burada çox sayda azərbaycanlı gənclə tanış oldum. Birlikdə fikir mübadiləsi apardıq. Hətta gələcəkdə birgə hansı layihələri həyata keçirə biləcəyimiz barədə də müzakirələr apardıq. Düşünürəm ki, bu cür layihələr gənclərin inteqrasiyası baxımından çox vacibdir. Bütün təşkilatçılara təşəkkür edirəm və bu layihələrin davamlı olmasını arzulayıram. Burada yeni təcrübələr, yeni dostluqlar əldə edildik və düşünürəm ki, bu cür layihələrin daha çox olması gənclər üçün daha faydalı olar. Qeyd edək ki, Gürcüstanda keçirilən Yeni Tanışlıqlar və Xoş Xatirələr adlı yay düşərgəsi avqustun 20-sində yekunlaşacaq. Düşərgə çərçivəsində təşkil olunan intellektual oyunların qaliblərinə müxtəlif hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim ediləcək.